Esselamu Aleyküm ve Rahmetullah ve Berekatuhu. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil Alemin. Esselatu vesselamu ala Resulillahil Amin. Seyyidina ve Mevlana ve Tabibi kulubina ve şefii zunubina Ebil Qasimil Mustafa Muhammed sallallahu aleyhi ve sellem. وعلى آله المعصومين المكرمين لا سيما الحجة روح وأرواح العالمين لتراب مقدمه الفداء أما بعد قال الله الحكيم في كتابه الكريم أعوذ بالله من الشيطان اللعين الرجيم يا أيها الذين آمنوا اتقوا الله وكونوا مع الصادقين Usikum və nəfsi bi təqvallah. Sizi və özümü ilahi təqvaya riayət etməyə dəvət edirəm. Allah Teala ibadət itaətlərimizi bu mübarək ayda, mübarək gecələrdə olunan dualarımızı, istiğfarlarımızı, tövbələrimizi bizdən ali dərəcədə qəbul eləsin inşallah. Allah Teala günahlarımıza, səhvlərimizə, xətalarımıza qələmi əfv çəksin, bağışlasın inşallah. Ramazan ayının həssas günləridir, ehya gecələri, qədir gecələri və məscidlərdə məclislər keçirilir, ehya saxlanılır. İnşallah bizim də məsciddə ehyalar keçirilir. Və xatırladım ki, bugün də həm iftar süfrəsi ilə inşallah məclisimiz olacaq, axşam möminlərin xidmətində iftar süfrəsi olacaq və hər gecə olduğu kimi saat 11 tamamda da inşallah bu gecə ilə bağlı məclisimiz başlayacaq. Qədir gecələrinin ikincisi, yəni orta qədir gecəsi, orta əhya təsadüf eləyir Əleyhisselamın şəhadətinə. Elə münasib bildim bu xütbədə Həzrət Əleyhisselamın şəhadəti ilə bağlı bir neçə məsələni sizin xidmətinizə çatdırım. Möminlərin əmiri Həzrət Əleyhisselam Ramazan ayında şəhid olur və bu xəbər bütün müsəlman ümmətini, bütün əhl-i beyt sevərləri, bütün Əli sevərləri qəmə, qüssəyə qərq eləyir. Qətələhu əşqəl əşqiya. Həzrət Əlini qətlə yetirən bədbəxtlərin bədbəxtidir. Peyğəmbər onun barəsində buyurmuşdu ki, sənə qədər, ya Əli, bədbəxtlərin bədbəxti Salihin dəvəsini öldürən idi. Çünki o zamana qədər ən böyük möcüzə Salihin dəvəsi idi. Amma o adam ki, sənin qanıva əlini batıracaq, ondan sonra qiyamətə qədər bədbəxtlərin bədbəxti İbn-i Mülcəm olacaq. Əleyhisselam zərbətdənəndən sonra neçə saat ömr eləyir? Təxminən 48 saata yaxın Həzrət yaşayıb, ömr eləyir. Haldan düşmüş vəziyyətdə, gücsüz vəziyyətdə, rəngi saralmış vəziyyətdə, bəzən özündən gedərdi, davam eləyərdi bu nə qədəsə, ondan sonra özünə gələrdi və bəzən evdə ağlamaq səsini eşidirdi, bəzən gələnin səsini eşidirdi, çöldə dayanan ağlayanların səsini eşidirdi və Həzrət bu minvalla danışırdı. Əleyhisselamın ilk danışdığı şəxs deyirlər öz qatili olub. Bilirsiniz də bunun rozalarında, məktəllərdə də danışmışıq. İlk söhbət elədiyi şəxs öz qatili olub. Deyir, Həzrəti mübarək başından vurdu, o gecə danışdıq, Həzrət onu sübhə oyadır, namaza oyadır və ona baxışı ilə sanki demək istəyir ki, bu işi görmə. Deyir, İbn-i Mülcəm sanki bilirdi Əleyhisselam nə istəyir eləsin. İbn-i Mülcəm də bu işdən yayınırdı. Gözünü çəkirdi Əleyhisselamdan. Həzrət deyir, üzün çevirəndə o tərəfə, mehraba namaza getsin. Deyir, gördülər dodağının altında bunu deyir. Deyir ki, çox heyf ola. Çox heyf ola ki, mən istəyirəm o yaşasın, amma o istəmir mən yaşayayım. O istəmir.
İstəyirəm onu daşındırım bu fikrindən, döndərim bu fikrindən, amma o başa düşmədi. Həzrət Əlinin səhər onunla danışması, ona sual verməsi bütün ondan xəbər verirdi ki, Əli əleyhissalam, təbiidir də biz buna inanırıq. Əli əleyhissalam neçə Ramazan qabaq bilirdi ki, Ramazan ayında şəhid olacaq. Bunu Peyğəmbər ona xəbər də vermişdi. Deyir, gəldi qatili ilə evə ki, getirdilər Həzrət Əlini, artıq yaralanıb, İbn Mülcəmi də tutublar. Tutublar və Həzrət Əlidən xəbər gözləyirlər, neynəsinlər. Həzrət Əli dedi, heç bir şey eləməyin, nə vurun, nə döyün, nə təhqir eləyin, onu saxlayın elə. Əgər sağ qalsam, heç kəsə icazə vermirəm bu işə qarışsın. Özüm bilərəm, o bilər. İşdir şayətdir, bu zərbədən mən vəfat eləsəm, şəhid olsam, ona bir zərbədən artıq vurmağa icazə vermirəm. Çünki o mənə bir dənə zərbə vurub. Kişilikdən deyir ki, siz ona çox zərbə vurasınız. Bir zərbəyə bir zərbə. Deyir, yanından keçəndə dedi, ya haza ləqəd ci'tə əzimən. Dedi, böyük iş gördün. Muaviyyənin bacarmadığı işi gördün. Əlinin düşmənlərinin əlbir olub eləmək istədiyi və eləyə bilmədiyi işi gördün. Həzrət Əli əleyhissalam dedi, onu böyük iş gördün. Böyük fisk elədin, yəni böyük günah elədin. Əbi'səl imam kuntələk, mən sənə pis imam olmuşdum. Pis imam olmuşdum, məndən sənə bir pislik gəlmişdi. Əvələm əkun şəfiqən əleykə və əhsəntu iləyk. Sənə qarşı diqqətimi, sənə qarşı ehsanlarımı, yaxşılıqlarımı görməmişdim. İşarə eləyir, bir zaman İbn Mülcəm gəlmişdi, Əli əleyhissalamla görüşmüşdü, nümayəndə qismində 1000 nəfərin içindən seçilmiş bir şəxs kimi Həzrət Əliyə beyyət eləmişdi. Orada da Əli əleyhissalam bununla danışıq aparmışdı, söhbət eləmişdi və deyirlər, neçə nəfər var idi orada söhbət əsnasında, Həzrət Əli gözünü İbn Mülcəmdən çəkmirdi. Yəni, şəfqətin, məhəbbətin ona daha çox vermişdi və çıxanda da Əli əleyhissalamın yanından bir miqdarı hədiyyə verdi ona. Həzrət Əli neçə il qabağa işarə edir. Deyir, sənə pis imam olmuşdum, sənə yaxşılıq eləmədim, sənlə mehriban davranmadım. Və asar tükə əla qeyrikə, səni başqalarından fərqləndirmədim, sənə daha çox diqqət yetirmədim. Və ənə kuntu ələmu əntə qatili. Bir halda ki, o zamandan bilirdim ki, mənim qatilim sənsən. Məni öldürəcək şəxsə bu qədər mehriban olduğum halda sən niyə ayılmadın? Səbəb nə idi? Səbəb qəflət idi. İbn Mülcəm də bilirdi məsələ nə yerdədir. Bax, Ramazanda müalicə üsullarından biri də insan ruhu üçün müalicə qazansın və özünü sağaltsın, biri də qəflət mövzusudur. Qəflət cəhalət deyil, cəhalət bilməməzlikdir. Yurfəu, hədis deyir ki, ümmətimdən bilmədiklərini götürülüb. Yəni, heç kəsi bilmədiyinə görə cəzalandırmayacaqlar. Amma bilib eləmədiyinə görə cəzalanacaq. Bilib tərk elədiyinə görə cəzalanacaq, haramdır bilib yerinə yetirdiyinə görə də cəzalanacaq. Əl-qəflətu əzzərrül əda. Qəflət ən təhlükəli düşməndir insansın. Qəflət bir məstlik verir adama. Məst eləyir adamı, ruhun məst eləyir. Bilirsən hər şeyi. İmkan vermir özünə qayıdasan, sual verirsən ki, mən bilirəm bu belədir, mən niyə belə eləyirəm? Bax, İbn Mülcəm o sualı özünə verə bilmədi ki, mən bu Əli ilə mənim nə şəxsi qərəzdəyim. Bu şəxsdən mənə nə pislik gəlir. Bir ömür məst eləyir adamı və sonda cinayəti, böyük faciəni törədəndən sonra insan başa düşür ya başa düşmür, başa düşsə də artıq gecdir. Cəhalət müalicə olunandır, bilmirsən, başa salırsan, eşidirsən, öyrənirsən, amma qəflət müalicə olunmur. Qəflət ta axıra qədər insanlandır. Bəs Əli əleyhissalam ilk danışdığı şəxs İbn Mülcəmdir, İbn Mülcəmə sanki bu sözləri ilə də istəyirdi, onu çəksin, deyir, tövbəyə çəksin. Ustadlardan biri danışırdı. Dedi, sanki İbn Mülcəmə bu sözləri ilə istəyirdi, tövbəyə çəksin. Özü görsün ki, İbn Mülcəm tövbə elədi. Gör, imamətin mərhəmətinə baxın, diqqət edin bir dənə.
Yəni, öz qatilinə qarşı belə, onun üçün fürsət yaradır, tövbə eləsin. Ona görə bu imamı gərək Allah seçsin də. Yəni, bunu kiminsə seçimi ilə imam bu əzəmətliyində mümkün deyil olsun. İmam Səccadın indi bəzi tarixdə bunu inkar olunur, bəzi hədislər qəbul eləmir, amma hər halda yazan kitablar var bunu. Ki, İmam Səccad Yezidlə söhbət edirdi, Allah lənət eləsin. Yezid dedi, mən neyniyim? Mən bu işə getirdilər, çıxartdılar vəziyyəti bu yerə. İbn Mərcanə, Mərcanənin oğlu, Ömər Sərd, mən belə istəmirdim falan. Baxırı bir formada bəzədi, düzədi. İmam Səccada dedi, mən neyniyim? Deyirlər, imam dedi ona ki, Qufeylə namazı qıl. Qufeylə namazı qıl. Xanım Zeynəb soruşdu ki, sən Yezidə nə deyirsən, nə göstər, nə yaxşılıq edirsən də ona. Deyir ki, bizim vəzifəmiz budur. Biz dünyada heç kəsə kin gütmürük. Heç kəsdən acıqlı yaşamırıq. Yəni, bunlar öz qatillərini belə bağışlayıb və qatilinə onu qətlə yetirdiyi an ehsan eləyə bilən insanlardır. Yəni, bunları təkrarlayan ikinci insan olan. Bəs İmam Əlinin İbn Mülcəmə bu sözləri onu göstərir ki, istəyirdi tövbə elətdirsin onu. Deyirlər, İbn Mülcəm işarəli başa saldı əleyhissalama ki, məndən uzaq. Yəni, mən tövbə eləyən halda deyirəm. Heç istəmirəm də tövbə eləyəm. Bax, qəflət adamı bir yerə getirir. İnsan günah yükünün ağırlığına o qədər çökür ki, tövbə də istəmir. İlkin mərhələdə adam günah eləyir, peşman olur. Yaxşı haldır. Günah elə bunda halətdədir. Yəni, bir külək kimi əsib dayanıb. Eləyir, sonra səhərəcən vicdanı onu danlayır. Amma mən neynədim? Mənə yaraşmırdı bu iş. İnsan günah eləyəndən sonra bu hala düşürsə, yaxşı adamdır, xoşbəxt adamdır. Amma vay o gündən ki, insan günah eləyə və günahına bəraət qazandıra. Deyək ki, mən neynəmişəm ki? Cəmaat nələr eləyir? Bu insan artıq paçlanmaq istəmir heç, paçlanmağa buna Allahın mərhəməti də yoxdur, lütfi də yoxdur. Lütf oradadır ki, insan günahını başa düşür. Hamımız inanırıq. Əgər İbn Mülcəm əleyhissalamın dizinin dibində otursaydı, desəydi, ya Ali, mən peşman oldum elədiyimdən, mən üçün Allahdan bağışlanmaq dilə, vallahi Həzrət Əli onun üçün istiğfar eləyəcəkdi və onun üçün tövbə istəyəcəkdi Allahdan. Bax, nadanlıq məsələsi belədir. Ramazanda bunu diqqətdə saxlayaq. Düzdür, sayılı günləri qalıb. Böyük bir hissəsi gedib. Rəhmət gecələri, ilk 10 gecəsi rəhmət gecəsidir. İkinci 10 gecəsi məğfirət gecəsidir. Üçüncü 10 gecəlik cəhənnəm atəşindən xilas olmaq, azadlıq gecəsidir. Bax, bu gecələrdə dualarımızda onu istəyəcək. Allah bizi qəflət əhlindən eləməsin. Deyir, Həzrət Əli əleyhissalamın saysız, hesabsız insanlar gəlirdi, amma ev kiçikdir və xəstənin də vəziyyəti ciddidir. Hamı girə bilmirdi. Sadəcə insan 4-5 nəfər Əli əleyhissalamın yanına girir, danışır. Onlardan da biri Səsət ibn Suhan, Əli əleyhissalamın səhabəsidir. Çöldə ağlayırdı. Ağlayırdı. Gəldi Əli əleyhissalamın yanına, girdi içəriyə. Deyir, baxdı Əli əleyhissalamın o saralan üzünə. Mübarək başına deyir, dəsmal bağlayıblar. Başındakı dəsmalın rəngi ilə üzünün rəngi seçilmir. Deyir, gəldi, dayandı Əli əleyhissalamın yanında. Qoy hücrü deyim, ondan sonra bunun hədisi deyəcəm inşallah. Hücr gəldi Həzrətin yanında. İçəri girən kimi Əli əleyhissalam o halda gördü, başladı bir şeir oxudu. Dedi, yetimlər atasını itirir, təəssüf edirəm. Təəssüf edirəm meydanlara, o meydanlar ki, şücaətli aslanın itirir. Həzrət Əli əleyhissalam gözlərini açdı, gördü Hücr. Dedi, Hücr, yaxına gəl, sənə bir sual verəcəyəm. Sənə sual verəcəyəm. Sualım budur, bir gün sənə desələr, Əlidən üz döndər, Əlini sevmə, Əliyə düşmən ol, neynərsən? Dedi, ağa, əgər məni ölümlə də hədələsələr, məni tikə-tikə doğrasalar, and olsun sənin canıma ki, mən səndən əl çəkmərəm.
Deyir, Həzrət Əli deyir, gülümsədi üzünə, dedi, bilirəm. Bilirəm, istəydim özündən də eşidim. Bilirəm ki, məndən əl çəkməzsən. İllər keçdi, Həzrət Əlinin dediyi imtihan yaxınlaşdı. Muaviyə lənətullah əleyh Hücr ibn Ədini tutdu. Bu təklif elədi ona, hədə qorxu gəldi ona. Dedi, Əlidən əl çəkəcəksən, bəsdir, siz Əlini sevdiniz, bəsdir, Əlini tərif elədiniz. Dedi, yox. Dedi, malı və mülkü, hamını müsadirə eləyərəm. Dedi, ged elə, ac qalaram, amma Əlidən əl çəkmərəm. Bunlar biz bir həyatın kiminsə qısa-qısa danışırıq. Əslində, bunu yaşayıb bir nəfərlər, neçə nəfərlər bunu yaşayıb. Hər təhdidə dedi ki, heç eybi yoxdur. Dedi, aparın bunu, oğlunu da tutun. Getirdilər, gəldilər, deyir, oğlunu da, dedi, ikisini də öldürün. Deyir, Hücr dedi ki, birinci məni öldürün. Birinci oğlumu öldürün. Dedi, niyə? Dedi ki, gözüm arxayın geçsin ki, görüm oğlum Əlidən dönmədi, öldü, ondan sonra mən rahat ölüm. Ata ola, evlad ola, evladın sevgisi ola. Hansı ata deyər ki, birinci oğlumu mənim gözümün qabağında öldürün. Dedi, ola bilər birinci məni öldürərsiz, o qorxuya düşər, Əlidən əl çəkər. Onda ona haqqımı halal eləmərəm, onda rahat ölmərəm. Birinci oğlumu gözümün qabağında öldürün. Dedi, desə istəyim var, dedi, 2 rükət namaz qılmaq istəyirəm. Tarixdə belə bir kitab var, son 2 rükət namazı qılanlar. Onlardan biri də Hücr ibn Ədi idi. Yəni, ömrünün axırında 2 rükət namaz qılıb. Namazını deyir, qıldı, qutardı, dua elədi. Allahdan istədi ki, Allah ədalətlə Muaviyə və mənim aramda qiyamət günü hökm elə. Mənim heç bir günahım olmadan bu mənim bu vəziyyətdə tutub, əlimdə, qolumda, boynumda zəncir məni öldürür, evladımı qətlə yetirir. Bizim aramızda ədalətlə hökm elə. Namazı qutardı, tez qıldı. Dedilər, nə oldu, niyə tez qıldın? Deyə, özüm gecikdirmədim ki, deyərsiniz ki, ölümdən qorxur. Bu da bir kişilik. İşi özü görə bilərsiniz. Dedi, başqa nə istəyim var? Dedi, bir dənə də istəyim var. Əgər mərdlik eləsiniz, onu da eləyin. Məni bastıranda boynumdakı, qolumdakı zəncirləri açmayın. Niyə? Dedim, mən Əli ağama söz vermişdim ki, mən sənin yolundan zərrə qədər qaçmayacağam. İstəyirəm qiyamətdə Əli ilə görüşəndə bu zəncirlər boğazımda olsun. Qəbrimdən qalxanda bu zəncir boynumda, qollarımda olsun və sənədim, sübutum olsun ki, Əli, bax, sənin məhəbbətində mən hər şeyə dözmüşəm. Dedi də və həyatında da göstərdi. Qısa olurdu görüşlər. Qısa olurdu görüşlər. Amma dəyərli suallar soruşublar. Səhsət ibn Suhanın hədisini istəyirəm oxuyum. Deyir, gəldi Əli əleyhissalamın axır saatları idi, dedi ki, ya Əmir əl-Möminin, danış. Əgər fürsətin varsa danış, mənə de, mən səndən suallar soruşacağam. Əxbirini, mənə xəbər ver. Əntə əfsəl əm Adəm, sən üstünsən Adəm. Əli əleyhissalamın şəhadət yatağında verdiyi cavabdır. Həzrət Əli dedi, kişi özünü tərif eləməz. Bir adam özünü tərif eləməz. Və əmmə bi niməti Rəbbikə fəhəddis. Rəbbinin nemətlərini xatırlamaq ünvanında bəzi sözləri deyə bilərəm. Yəni, mən Allahın bir nemətiyəm. Bu nemətin bəzi xüsusiyyətlərin görürəm, cəmaat ayaqlayır, tapdalayır. Amma gerək deyəm, özümü tərif eləmirəm, amma həqiqətləri deyirəm. Ya Əli, sən üstünsən Adəm. Həzrət burada, ənə əfsəli min Adəm. Mən Adəmdən üstünəm. Niyə görə? Dedi, Allah Adəmə qadağan eləmişdi o ağaca toxunmasın, onun buğdasından yeməsin. Adəm onu pozdu. Quran deyir, pozdu, yedi. Deyir, Adəmə əmr olunmuşdu, o qadağan olunmuşdu, o mənə əmr olunmu qadağan olunmamışdı. Mən bir ömür buğda çörək yemədim. Bir ömür onda toxunmadım. Dedi, Ali, Nuh üstündür, sən dedi, mən. Nuh öz qövmünü dəvət elədi imana. Ona itaətsizlik elədilər, incitdilər, əziyyət elədilər, onlara nifrin elədi. Amma bu qövmdən mən saysız əzab gördüm, əziyyət gördüm, bir dəfə də olsun
Onlara nifrin eləmədim. Gözümdə tikan, boğazında sümük qalmış adam kimi əziyyət çəkdim hər gecə. Amma heç kəsə nifrin eləmədim. Ya Ali, İbrahim üstündür sən, dedi mən. Dedi, İbrahim bir vaxt Quranda var da, Allaha dedi ki, mənə göstər ölünü necə dirildirsən. Allah dedi, İbrahim, iman getirməmişsən. Dedi, iman getirmişəm. İstəyirəm qəlbim möhkəmlənsin. Qəlbi yəqinliyə çatım. Liyətməinnə qəlbi dedi. Qəlbim aramlıq tapsın. Ondan sonra Allah onu göstərdi. 4 dənə quşu götürdü, başlarını qopartdı. Hərəsini ayrı-ayrı istiqamətə 4 tərəfə atdı. Dedi, bax, indi bunlar birləşəcək. Birləşdi, dedi, bax, ölüləri bu cür dirildəcəyəm. Həzrət Əli oraya işarə edir. Deyir, İbrahim Allahdan istədi ki, necə dirildəcəksən? Amma mən ləv kuşifəl qita məzdəttu yəqinən. Əgər pərdələr gözümdən götürülsə, yəqinimdə zərrə dəyişiklik olmaz. Yəni, mən hər nə var Allahın kitabında ona iman getirmişəm. Heç bir şeydə görüm sonra iman getirim deməmişəm. Ona görə İbrahimdən bu cəhətdən üstünə. Musa üstündürsən, dedi mən. Musa getdi Firondan, o Qibtilərdən, Fironilərdən bir nəfər ölmüşdü. Təbliğə gedəndə qorxurdu getsin. Özü ilə qardaşın Harunu göstərdi, istədi aparsın. Dedi, amma mən Peyğəmbər yanında döyüşlərdən, neçə müşriklərdən, kafirlərdən qətlə yetirib. Elə ev yox idi ki, Məkkədə mənim qılıncımdan xəsarət almasın. Amma Peyğəmbər təbliğ üçün Quran oxumağa göndərəndə birinci mən gedirdim. Heç kəsdən də qorxmurdum. Sonra dedi, ya Ali, İsa üstündürsən? Dedi, mən. O təvəllüdünü işarə elədi. Dedi, İsa'nın anası Kəbəyə üz getirdi doğum vaxtı. Cavab gəldi ona ki, yox, bura yox, ayrı yerə get. Amma məni anam dünyaya getirəndə Kəbəyə yaxınlaşdı, Kəbə qapısını yox, divarını açdı. Və 3 gündən sonra eyni ilə daxil olduğu divardan xaric oldu. Baxın, bunların hamısı Əleyhisselamın fəzilətlərindən, nə bilim, o dəryadan heç bir qətrəsini də biz danışmamışıq, eşitməmişik. Amma həqiqət budur ki, bunların fəziləti, bunların üstünlüyü heç vaxt danılmazdı. Yəni, gələsən sən Əleyhisselamla kimlərisə tay tutasan, bu böyük vicdansızlıqdır. Bu böyük insafsızlıqdır. Yəni, bunu haçansa insan düşünər, fikirləşər, məlumatsız olar, savadsız olar, deyər. Amma bugünkü gün bu həqiqətləri, bu reallığı görüb, gəlib Əleyhisselamla kimlərisə tay tutmaq, Əleyhisselamda olan fəzilətlərlə kimlərisə fəzilətlərini eyniləşdirmək həqiqətən insafsızlıqdır. Peyğəmbər buyurur, hər kim Adəmin elminə, Nuhun təqvasına, İbrahimin helminə, Musanın heybətinə və İsa'nın ibadətinə baxmaq istəsə, fəlyanzur ilə Əli ibn Əbi Talib. Baxsın Əli ibn Əbi Talibə. Ona görə bu cümlədə deyim, sözümü tamamlayayım. Peyğəmbər buyurardı ki, ya Əli, səni Allah və məndən başqa heç kəs tanımadı. Həqiqətdir. Allahı Peyğəmbər və Əlidən başqa heç kəs tanımayıb. Peyğəmbəri Allah və Əlidən başqa heç kəs tanımayıb. Həzrət Əlini də Peyğəmbər və Allahdan başqa heç kəs tanıya bilmədi. Salam olsun Əmirəl-Mömininə və salam olsun övladlarına. Allah bizi onların elmindən, maarifindən ayrı salmasın inşallah. Bismillahirrahmanirrahim. Vəl-əsr. İnnəl-insənə ləfī xusr. İlləl-ləzīnə āmenū və amilussālihat və təvassav bil-haqqi və təvassav bis-sabr. Sadaqallahul aliyyul azim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Esselatu vesselamu ala Resulillahil amin. Seyyidina ve Mevlana ve tabibi kulubina ve şefii zunubina Ebil Qasimil Mustafa Muhammed ve ala aleyhin emiril muminin aleyhisselam ve ala Fatimete Zahra seyyideti nisa'il alemin selamullahi aleyha ve ala'l Hasan vel Hüseyin ve ala Ali ibn Hüseyin ve Muhammed ibn Ali ve Cafer ibn Muhammed ve Musa ibn Cafer ve Ali ibn Musa ve Muhammed ibn Ali ve Ali ibn Muhammed ve Hasan ibn Ali ve Hüccetil Muntazaril Mahdi.
اللهم اغفر للمؤمنين والمؤمنات والمسلمين والمسلمات الأحياء منهم والأموات. Usikum və nəfsi bi təqvallah. Sizi və özümü ilahi təqvaya riayət etməyə dəvət edirəm. Allah ibadət itaətlərimizi bir daha qəbul eləsin. Allah bizi bu gecələrin əməlinə müvəffəq eləsin. Bağışlanmaq gecəsidir, istiğfar gecəsidir. Həm Allah süfrəsinin qonağıyıq, həm Quran süfrəsinin qonağıyıq və eyni zamanda bu gecələr Həzrəti Əli süfrəsinin də qonağı hesab olunuruq ki, səsimiz, göz yaşlarımız bu gecələr Həzrəti Əlinin evindən ucalan nalələrə, ağlamalara şərik olacaq inşallah. Əli əleyhissalam yetimlər atasıdır. Bu günlər bilindi ki, yetimlərin ağlaması, yetimlərin tək qalması, Əli əleyhissalamın gördüyü, elədiyi yaxşılıqlardan heç yetimlərin özlərinin xəbəri yox idi. Yəni, bilmirdilər, bizə kömək eləyən kimdir. 3 gün, dedim ki, 48 saata yaxın təxminən Əli əleyhissalam xəstə yatağında qalıb. O 48 saatda bilindi ki, bizə kömək eləyən Əli imiş. Bizə hər gecə yardım getirən Əli imiş. O 48 saatda qapıları döyülmədi. Qaldılar yetimlər, miskinlər, fəqirlər. Onda bildilər ki, Əli idi. Deyir, dəfn elədilər Əli əleyhissalamı, qayıdırlar. İmam Həsənlə İmam Hüseyn əleyhissalam gördülər bir xarabalıqdan ağlamaq səsi gəlir, nalə səsi gəlir. Ki, Allah, adamsızam, köməyim yoxdur, təkəm. Ay, mənim səsimi eşidən. Ay, mənə gecələr baş çəkən, niyə gəlmirsən? Bu nalələrlə deyir, çağırır. Yaxınlaşdılar, deyir, gördülər bir qoca kişidir, oturub xarabalıqda, heç kəs də yoxdur. Dedilər, buyur, biz gəlmişik, səsi eşitdik, nə köməyin, nə istəyin. Sən burada necə qalırsan, tək başına, ehtiyacların, çətinliklərin. Dedi, mənim hər gecə bir nəfər var idi, gəlirdi, mənə baş çəkirdi. Mən elə uzun illərdir burada yaşayıram. O da uzun illərdir gəlir, mənə baş çəkirdi və gəlirdi, mənə yemək getirirdi, su getirirdi. Xəstələnəndə mənlə maraqlanırdı. Dedi, niyə gəlmir o adam? Dedi, 3 gündür gəlmir. 3 gündür ondan xəbəri yoxdur. Deyir, İmam Həsən İmam Hüseynə baxdı. Dedi, kişi, danışa bilərsən, bizə onu tərif eləyə bilərsən. Necə adam idi? Dedi, valla gözüm də elə seçmir. Amma onu bilirəm ki, gələrdi, tez getməzdi, oturardı yanımda. Mənim üstümü, başımı səliqəyə salardı. Gözləyərdim, mən yiyərdim. Deyir, ondan sonra biraz qalardı, danışardı, könlümü açardı və mənə deyərdi, mənim üçün dua elə və sabah yenə gələcəyəm. Bu minvalla məndən hər gecə görüşürdü. Deyir, İmam Həsən qucaqladı o kişini, dedi ki, hər gecə səni ziyarət eləyən, sənə nəvaziş göstərən o əlləri, o vücudu torpaqların altına qoyduq, dəfn elədik. Və o kəs mənim atam Əli ibn Əbi Talib idi, deyir. Bax, bu cür idi Əli əleyhissalam. Yetim görürdü, dizləri əsirdi. Ehtiyaclı görürdü, dizləri əsirdi. Gün batmağa az qalırdı, görürlər Əli əleyhissalam tələsik yolda surətlə gedir. Ya Əmirəl-Möminin, nə sənə rahatsızlıq var? Deyir, yox, Beytülmaldan bölmüşəm, əlimdə biraz qalıb, hamın paylamışam. Qorxuram, gün bata və mənim əlimdə bu miqdar qala və mən yaşadığım vilayətdə bir nəfər ehtiyaclı axşam gecə çörəksiz, susuz qala və o pulda məndə qala. Allaha nə cavab verərəm? Qaçıram ki, bunu sahibinə çatdırım. Görüm kimin ehtiyacı var. Xəlifə olduğu vaxt Həzrət Əli keçib içəridə, otaqdan otaqda oturmurdu, küçədə qalırdı. Dik gün artıq küçədə, istidə, hamı evini, qullar belə kölgəyə qaçdığı vaxt Həzrət Əli əleyhissalam
qapının ağzında əyləşirdi. İstəyən onu rahat tapırdı. O bu cür şəxs idi. Ona görə Əli əleyhissalamın bənzəri heç vaxt ola bilməyəcək. Allah'ın verirəm Peyğəmbər əhl-i beytinə, Allah dünya və axirət bizi onların elmindən, məarifindən ayrı salmasın inşallah. Mübarək ayda, Ramazan ayda Allah ibadət itaətlərimizi, tutduğumuz orucları, bu gecəki və ötən gecələrdə olunacaq ibadət və itaətlərimizi bizdən âli dərəcədə qəbul eləsin. Bizi Qədr gecələrinin əməllərinə müvəffəq eləsin. Xəstələrimiz var, yadımızda olan kəslərə, qazilərimizə şifayı acil mərhəmət eləsin. Allah'ın verirəm böyüklüyü xatirinə, əzəməti xatirinə, rəhmi və mərhəməti xatirinə, yaddan çıxan duaları barəmizdə müstəcab eləsin. Allah Teala bir göz yumub açmaq miqdarı belə olsa bizləri həvai nəfsimizə əsir eləməsin. Allah'ın verirəm Peyğəmbər əhl-i beytinə, qəriblikdə, qürbətdə olanlarımızı, hərbi xidmətdə, əskərlikdə olan əskər və zabitlərimizi, ruzi dalıca, təhsil dalıca, ölkə xaricində olanlarımızı sağ-salamət ailələrinə qovuştursun. Allah'ın verirəm böyüklüyü xatirinə, izzət, başucalıq Allah'ın qapısındadır, Allah'a bəndə olmaqdadır. Allah ölən günə qədər izzətimizi əlimizdən almasın. Bu neçə günü məscidimizdə məclislər təşkil olunub, iftar süfrələri, imsak süfrələri, maddiyatı ilə, öz halal qazancı ilə bu işdə bizə kömək eləyiblər. Allah hamısının ruzusuna bərəkət inayət eləsin. Allah'ın verirəm Peyğəmbər əhl-i beytinə, Allah'ın verirəm izzət və cəlalına, Allah'ın verirəm bu gecələrin, mübarək Qədr gecələrinin əzəmətinə, Allah bu Ramazanı, bu gecələri ömrümüzə sonuncu Ramazan ayı qərar verməsin. Hala həyatda olan valideynlərimizin ömrünə bərəkət inayət eləsin. Dünyasında işən ata-analarımızı, ustad müəllimlərimizi bu gecələrin şəhidi Əmir əl-Mumininə qonaq eləsin. Allah bizdən və bizdən sonra gələcək nəsillərimizdən Əli və Əli övladına düşman qərar verməsin. Dünyanın hər bir yerində Peyğəmbər və Əhl-i Beytinin düşmənlərin, İslamın düşmənlərin, ölkəmizin, torpağımızın düşmənlərin zəlil, xar və rüsvay eləsin. Allah imam-ı zamanımızı səlamət eləsin, ağımızın nurani qəlbin bizlərdən razı eləsin və bu şəhadət günlərində ağamız Əmir əl-Mumininin şəhadətində bizləri bu cəmi imam-ı zamana baş sağlığı diləyən möminlərdən qərar versin. Ağamızın zuhurunda günü-gündən, saat təcil qərar versin inşallah. Bismillahirrahmanirrahim. Vəl-əsr innəl insana ləfī xusr. İllellezîne âmenû və amilussâlihāt və tevâsav bil-haqqi və tevâsav bis-sabr. Vesselamu aleykum və rahmetullah və berekatuh.